Salam, hər vaxtınız xeyir. Bu buraxılışda da bir sıra mühüm xəbərlər olacaq, amma əvvəlcə xatırladım ki, bütün vacib və təcili məlumatlar, qanunvericilikdəki dəyişikliklər və yeniliklər, həmçinin də miqrasiya xəbərlərini mən ZM Novosti Azərbaycanın Telegram kanalında da paylaşıram. Orada həmçinin Rusiyanın regionlarından Azərbaycanın şəhərlərinə yeni aviareyslər barədə də operativ məlumatlar yer alır. Telegram kanalının linki bu videonun təsvirində və ilk şərhdə yerləşdirilib. Əsas xəbərlərin qısa başlıqlarına gəlincə isə bu buraxılışda Azərbaycanın quru sərhədlərinin bağlı qalması niyə bugün də milli təhlükəsizlik baxımından aktualdır? Azərbaycan 77 ölkənin vətəndaşını İrandan necə təxliyə etdi? Ətraflı məlumat və ümumiyyətlə beynəlxalq reaksiyalar barədə danışacaq. Həmçinin Qırmızı Körpü sərhəd keçid məntəqəsində nə baş verir? Hərəkət bərpa olunubmu? Kimlər Azərbaycan-Türkiyə quru sərhədindən keçə bilər və ən əsasda Bakı-Tbilisi-Bakı qatarı nə vaxt bərpa ediləcək? Bütün bunlar barədə qarşıdakı dəqiqələrdə söhbət açacağıq. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən ölkə ərazisində qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən kompleks tədbirlər nəticəsində 34 əcnəbi vətəndaş ölkədən deportasiya edilib. Nazirlikdən verilən məlumata görə deportasiya olunan şəxslər arasında Azərbaycanlılar da olub. Bundan başqa Türkiyə, Rusiya, İran, Pakistan vətəndaşları da Gürcüstandan deportasiya edilib. Onların Gürcüstanda qanuni əsaslar olmadan yaşadığı müəyyən edildikdən sonra ölkədən çıxarılması təmin olunub. Qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana yenidən daxil olması da qadağan edilib. Tümen-Bakı hava marşrutu üzrə uçuşlar artırılır. Rusiyanın YTR aviaşirkəti Tümenin Roşna hava limanından Bakıya birbaşa uçuşların sayını artırıb. Artıq bu marşrut üzrə təyyarələr həftədə 2 dəfə çərşənbə və cümə günləri havaya qalxacaq. Çərşənbə günləri Tümenden uçuş saat 10:10-da, Bakıdan dönüş reysi saat 13:45-də olacaq. Cümə günləri isə Tümenden uçuş saat 10:50-də, Bakıdan dönüş reysi isə saat 14:25-də nəzərdə tutulub. Aviabiletlər artıq satışdadır. Həm YTR aviaşirkətinin rəsmi saytında, həm də digər onlayn satış platformalarında əldə etmək mümkündür. Bununla belə uçuşların tezliyi artsa da biletin qiyməti də ucuz deyil. Elə mənim Telegram kanalımda da bu barədə ətraflı paylaşım var və qeyd edim ki, bir tərəfə ən ucuz tarifə cəmi 5 kiloqram əl yükü daxildir. Sərnişinlərə tövsiyə olunur ki, bilet almazdan əvvəl qiymətləri diqqətlə araşdırıb və əlavə xərcləri də nəzərə alsınlar. Quru sərhədlərin bağlı qalması düzgün addımdır. Bunu Milli Məclisin deputatı bildirir və millət vəkili Aydın Mirzəcadənin sözlərinə görə Azərbaycanın İrandan 77 ölkənin diplomat və vətəndaşlarını evakuasiya etməsi ölkəmizin güclü və uzaqgörən siyasətinin nəticəsidir. Sitat: Ölkəmiz bu prosesi yüksək səviyyədə həyata keçirdi. Bu hadisə bir daha göstərdi ki, quru sərhədlərin bağlı saxlanılması qərarı nə qədər düzgün olub. Azərbaycan regionda günü-gündən güclənir və dünyada böyük nüfuz qazanır. Statın sonu. İsrail və İran arasında yaşanan hərbi qarşıdurma Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsini yenidən gündəmə gətirib. Müxtəlif media platformalarında qeyd olunur ki, İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına Birləşmiş Ştatların da qoşulması və İranın İsrailə cavab zərbələri endirməsi bölgədə gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir. Bu isə həm də qonşuluqda yerləşən Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır. Bu mənada quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Bütövlükdə regionda baş verən geosiyasi təlatümlər hələ 5 il əvvəl pandemiyanın yayılması ilə bağlı qəbul edilmiş bu qərarın indiyədək qüvvədə olmasının nə qədər düşünülmüş və strateji baxımından əsaslandırılmış olduğunu göstərdi. Azərbaycanın şimal və cənub qonşuları hazırda hərbi qarşıdurma və gərginlik içərisindədir. Qonşu ölkələrə endirilən hava hücumları, dron zərbələri, nüvə obyektlərinin hədəfə alınması bundan da ciddi regional təlatümlərə səbəb ola bilər. Bu baxımdan sərhədlərin açılması kütləvi miqrant axınına, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi tarazlığın pozulmasına yol aça bilərdi. Bununla yanaşı sərhədlərin bağlı olması qeyri-sabit qonşu ölkələrdən müxtəlif təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir. Həmçinin sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin edir. Lakin bu demək deyil ki, Azərbaycan qonşu ölkələrdə yaranan böhranlı humanitar vəziyyətdən narahatlıq keçirmir. Həmişə olduğu kimi rəsmi Bakı bu dəfə də humanitar məsələlərə qarşı xüsusi həssaslıq göstərir və prosesin önündə gedir. Elə bu günlərdə İrandan xarici ölkə vətəndaşlarının məhz Azərbaycan üzərindən öz ölkələrinə təxliyə edilməsi də bunun əyani sübutudur.
Xatırladım ki, bütün vacib xəbərləri, miqrasiya mövzusu, yeni aviareyslər, sərfəli biletlərin seçimi Telegram kanalımda dərc olunur. ZM Novosti Azərbaycanı Telegram kanalımı izləmək, xəbərlərdən xəbərdar olmaq üçün elə indi abunə ola bilərsiniz. Link bu videonun altındakı təsvir və ilk şərtdə yerləşdirilib. 600-dən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün müraciət edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə İranda olan Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyə prosesi davam edir. Bugünə qədər sərhədi keçmək üçün 600-dən çox Azərbaycan vətəndaşı müraciət edib və onlardan 200-dən çoxu ölkəyə daxil olub. Eyni zamanda 77 ölkənin vətəndaşları üçün də sərhədi keçmək üçün müvafiq şərait yaradılıb. Rusiya, Birləşmiş Ştatlar, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrin rəsmi nümayəndələri təxliyə üçün yaradılmış imkana görə Azərbaycana təşəkkürünü bildirib. Son günlər çox sayda suallar var ki, bəs Azərbaycanın quru sərhədləri fəaliyyətini tam bərpa edibmi? Sosial şəbəkələrdə Qırmızı Körpü gömrük sərhəd buraxılış məntəqəsindən vətəndaşların gediş-gəlişinin bərpa olunduğuna dair həm də paylaşımlar yer alır. Bəs həqiqətənmi quru sərhədlərdən vətəndaşların gediş-gəlişinə icazə verilir və ümumiyyətlə hansı halda vətəndaşlar quru sərhədlərdən istifadə edə bilərlər? Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən bildirilib ki, dövlət sərhədindəki buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman yalnız hava yolundan istifadə etməlidirlər. Ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur deyə məlumatda qeyd olunub. Xatırladım ki, Baş nazirin imzaladığı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında qərara əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə karantin rejiminin müddəti oktyabrın 1-i səhər saat 6-ya dək uzadılıb. Azərbaycan-Türkiyə sərhədindən kimlər keçə bilər? Son günlər Azərbaycan-Türkiyə quru sərhədindən kimlərin giriş-çıxışına icazə verildiyi ilə bağlı da çoxlu suallar var. Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Azərbaycan-Türkiyə quru sərhədindən giriş-çıxışa yalnız Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir. Bakı-Tbilisi-Bakı qatarı sərhədlər açılan kimi bərpa olunacaq. Belə ki, Azərbaycan dəmir yolları yalnız quru sərhədlər açıldıqdan sonra Bakı-Tiflis-Bakı marşrutunu işə salmaq planlaşdırır. Bildirilib ki, Azərbaycanın quru sərhədləri açılan kimi Azərbaycan dəmir yolları Bakı-Tbilisi-Bakı marşrutunu bərpa edəcək. Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentindən onu da əlavə ediblər ki, sərhədlərin açılmasından dərhal sonra Azərbaycan dəmir yolları bu marşrutun işə salınması ilə bağlı hazırlıq işlərinə başlayacaq. Statın sonu. Qeyd edim ki, bundan əvvəl Azərbaycan və Gürcüstan müvafiq qurumları arasında bu məsələ ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılmışdı. Əvvəlcə apreldə, daha sonra isə may ayında Bakı-Tbilisi-Bakı qatarın yenidən hərəkətə başlayacağı gözlənilirdi. Lakin o zaman da Azərbaycan dəmir yollarından bildirilmişdi ki, hazırda Azərbaycanın quru sərhədlərinin bağlanması ilə əlaqədar beynəlxalq sərnişin daşımaları dayandırılıb. Və sonra da o da qeyd olundu ki, müvafiq razılıq əldə olunarsa, Azərbaycan dəmir yolları bu istiqamətdə sərnişin daşımaların bərpası üçün hazırlıq işlərinə başlaya biləcək. Stat. Sərhədlər açılandan sonra qatarların işə düşməsi üçün hazırlıq işləri dərhal başlanacaq. Statın sonu. Və salam, bu dəfə çatdırmaq istədiyim xəbərlər bunlardan ibarət idi. Bir daha xatırladım ki, xəbərləri operativ mən öz Telegram kanalımda da paylaşıram. ZM Novosti Azərbaycanı Telegram kanalımda həmçinin miqrasiya mövzusuna dair vaxtında və rəsmi məlumatlar da ala bilərsiniz. Həmçinin Rusiya ilə Azərbaycan arasında aviareyslər barədə də aktual xəbərlər olur. ZM Novosti Azərbaycanı Telegram kanalımın linki videonun təsvirində və ilk şərtdə yerləşdirilib və link vasitəsilə keçid edib abunə ola bilərsiniz. Hələlik isə diqqətinizə görə təşəkkür edirəm. Yenidən görüşənədək.